Bəstəkarlıq peşəsinin tarixi yazılı mənbələrdə Qərbin orta əsrlərinə gedib çıxır. Və o vaxtdan etibarən də musiqi mədəniyyətinin aparıcı qüvvələri istər Qərb, istərsə də Şərq sivilizasiyasında kişilər olub. Amma sir deyil ki, hələ 18-19-cu əsrdən başlayaraq mühafizəkar Qərb mühitində istedadlı qadın musiqiçilər də yetişirdi. Əvvəla onlar virtuoz ifaçı olur, sonra isə bəstəkara çevrilirdilər. Onlar musiqidə cəsarətlə irəli gedib istedadları ilə parlayırdılar. Bütün bunlar Avropada baş verəndən cəmi bircə əsr sonra Uzaq Qafqazda, İslam şərqində, 20-ci əsrin əvvəllərindəki Azərbaycanda bu ciddi və mürəkkəb peşənin qadın nümayəndələri yarandı. Üzeyir bəyin yaratdığı Milli Konservatoriyamız, əsasını qoyduğu musiqi təhsilimiz şərqdə ilk qadın opera müəllifi, qadın uşaq pyesləri müəllifi, qadın musical, simfoniya, romans, mahnı yazan məhz qadın müəllifləri cərgəsi yetişdirdi. Düşündükcə bu fakta heyrətlənirsən, Azərbaycan qadın bəstəkarlarını onların Avropalı sələflərindən cəmi bir əsrlik zaman kəsiyi ayırırdı və bu Azərbaycan musiqisinin çox maraqlı bir plastını təşkil etdi. Nəticədə Ağabacı Rızayeva, Şəfiqə Axundova, Hökümə Nəcəfova, Elza İbrahimova, Firəngiz Əlizadə, Mehriban Əhmədova və daha neçə istedadlı xanım musiqimizdə parladı. Onların sırasına ötən əsrin 70-ci illərində daha bir istedadlı xanım qoşuldu. Bu isə maraqlı musiqi dili, mövzuları və istedadı ilə fərqlənən Firəngiz Babayeva idi. Bugün ötən əsrin 60-cı illərində yaranmış və məşhurluğu bugünə qədər davam edən ən gözəl Azərbaycan nəğmələrindən biri haqqında söhbət açacağıq. Baxmayaraq ki, bu nəğmə öz məna yükü, çəkisi və mahiyyəti ilə yetkindir, kamildir, hətta bir qədər müdrikdir. Onun müəllifləri, həm şairi, həm də bəstəkarı nümunələrini yaradarkən çox gənc olmuşdular. Sadəcə talih yazısı yaxud təsadüf bu iki nümunəni qovuşduraraq nəticədə Azərbaycan estradasına mükəmməl bir əsər qazandırmışdı. Sözsüz ki, gecələr mövzusunda Azərbaycan musiqi janrında, mahnı janrında çoxlu sayda mahnı var və onların da müəllifləri hər biri əsərində öz fərdi baxışlarını nümayiş etdirmişlər. Amma bu nəğmə bütün digərlərindən öz emosionallığı, həssaslığı, kövrəkliyi və incəliyi ilə seçilir. Bir də bu nəğməni bir dəfə eşidən insan heç vaxt onun melodiyasını yadından çıxartmaz. Beləliklə, Fikrət Qoca və Firəngiz Babayevanın qələminə məxsus Gecə Yaman Uzundur nəğməsi bugünkü tarixçəmizin ünvanıdır. Bəzən bir ömürdən də bir gecə böyüdür, gecə yaman uzundur, gecə yaman uzundur, gecə yaman uzundur, gecə yaman uzundur. Bunlar hamısı ömrümün anlarıdır. Səpilib gedib o zaman boyu. Bəstəkarlıq ani bir xüsusiyyətdir ki, o an gəlir müəllifə və müəllif həmin melodiyanı köçürür nota. Onu hər gecə sən çox səslə yox, həzin bir səslə qoyub, həzin bir müğənnidən qulaq assın, onsuz da mahnı özü gözəldir. Fərqi yoxdur, qadın olsun, bir kişi xaylağı olsun, sevən insan həmişə gözləyər, gözü yolda qalar. Həmişə qarşısındakini ittiham eləyər ki, o bilmir, mən nə hisslər keçirirəm. Fikrət Qocanın sözləri ilə Firəngiz xanımın yazdığı melodiya çox bir-birinə uyğundur, heç onları bir-birindən ayırmaq olmaz. Firəngiz xanımın mahnıları ümumiliklə ünvanlanıb. Yəni, o təkcə yaşlı nəsil və yaxud da təkcə orta nəsil üçün nəzərdə tutmayıb. 1963-cü il Moskva. Soyuq qış gecələrindən birində Gorki adlı Ədəbiyyat İnstitutunun 28 yaşlı gənc tələbəsi Fikrət Qocayev dərin düşüncələr içərisində niskil dolu bir şeir yazır. Bu şeirin ünvanını yalnız şair özü bilirdi və həmin avtobiografik şeir onu uzun zaman düşünməyə vadar edən, bəzən həyatdan küstürən, bəzən qayğılandıran və ruhuna hakim kəsilən hisslərdən yarandı o axşam. Tələbədim Moskvada 3-cü kursa təxminən yazmışam. Təbii ki, Azərbaycandan ayrılmış oğlandı. Bu işə bilmirdim. Oranın qışına xüsusilə dözmürdüm, qış vaxtı idi. O gecə elə oturub yazmışdım. Amma yazanda o kədərdən idi, ya nəydən idi. Darıldığımdan
Ben ondan qabaq o musiqini mızıldanırdım ürəyimdə. Həmin dönəmi gənc yazar özü də sonrakı dövrlərdə ciddi psixoloji krizis dövrü kimi çox yada salacaqdı. Amma gənc şair qəlbini təlatümləndirən, qələmini susmağa qoymayan həmin günlərinə yaratdığı əsərlərə görə çox minnətdar olacaqdı. Beləcə şeir hasil olandan bir il sonra Fikrət Qocayev institutu bitirərək vətənə dönür. Və çox qısa vaxt keçəndən sonra şairin Moskvada yazılan şeirləri məhz həmin nümunə də daxil olmaqla Bakıda çap olunur. Fikrət Qoca o zaman yeni nəsil şairləri içərisində seçilirdi və onun oxucuları var idi. Həmin yaradıcı mühitdə də şairin Gecə yaman uzundur şeiri tez bir zamanda yayıldı və oxucularını tapdı. Hətta o dərəcədə məşhurlaşdı ki, onu dövrün bəstəkarları mahnıya çevirdilər. Bu mahnı ilə bağlı tarixdəki maraqlı faktlardan biri də ondan ibarətdir ki, 1963-cü ildə Fikrət Qoca Moskvada bu şeiri yazandan sonra və həmin şeir Azərbaycan oxucularına tanış olandan sonra o mətni 3 müxtəlif zamanda 3 müxtəlif bəstəkar Firəngiz Babayeva da daxil olmaqla musiqi həllini yaradır. Yəni bu şeirə müraciət edərək mahnı yazırlar. O yazılardan birini də tapmışıq. Bu çox qeyri-adi və unikal bir yazıdır. Ən əsası deməli bəstəkar Rəşid Nəsiboğlunun ötən əsrin 60-cı illərin ortasında yazdığı Şirin Xəyal adlı həmin nəğməni istedadlı ifaçı Elmira Rəhimova oxuyur. Həqiqətən qeyri-adi yazıdır. Bunu heç vaxt heç yanda eşitməmişik. Ən əsası isə tanış olan bir mətnin tamamilə yeni və fərqli musiqi həllini eşidirik bu nəğmədə. Gözünün ışığına hər kirpi bir yük olur. Gezen ömürde bir gece uzun olur. Gece yaman uzun, gece yaman. 1965-ci ildə Bülbül adına musiqi məktəbinin 10-cu sinif şagirdi 16 yaşlı Firəngiz Babayeva fən müəllimi Gülər Rzayevaya öz musiqi həvəsindən və yazdığı notlardan bəhs edir. Həmin məktəbdə onun bu həvəsindən Azər Rzayev də xəbər tutduqdan sonra bu notları Azərbaycan Dövlət Televiziyasındakı həmkarlarına göstərir. Söhbət artıq 1967-ci ildən gedir və 11-ci sinif şagirdinin ilk mahnısı lentə yazılır. Bu Mikayıl Müşfiqin sözlərinə yazılmış Ulduzlar nəğməsi idi və onu da dövrün əsas ifaçılarından sayılan Gülağa Məmmədov oxuyurdu o zaman. Kiçik pyeslər yazırdım, ancaq mahnı yazmaq ən böyük arzum idi. Bir dəfə sevimli şairimiz Mikayıl Müşfiqin şeirlər kitabını vərəqləyirdi. Ulduzlar şeirini gözüm tutdu, özümü sınadım, piyanonu dinləndirdim. Mahnının ilk notlarını kağıza köçürtdüm. Beləliklə Ulduzlar mahnısını yazdım. Bəzən yaş tökərək ağlayırsınız, bəzən titrəşərək parlayırsınız. Lalələr üstündə şalələr kimi. O vaxt gənc bir qız idi. Bizim tələbə yoldaşımızdı, bizdən sonra oxuyurdu. Gözəl bir ailənin qızı idi. Çox tərbiyəli, savadlı, artıq danışmayan, görüşəndə salam, əleyk salam. Bütün mahnıları, bir neçə mahnı işləmişim. Mahnıların mənə Rüzət Elman göstərib, musiqisini yazmışam belə. Dəqiq məndə bir fikir yarandı gəldi onu görüncə. O çox zərif bir insandır. Lap belə şüşə qədər zərif. Mən Telman Hacıyevlə birlikdə, yəni dost idik. Mahnılarını oxuyurdum, proqramını hazırlayırdım. Və o da Firəngiz xanım ailəsi ilə dost idi. Biz, yəni ki, ailədə rəhmətli atası ilə də görüşdük, gələdi bir neçə dəfə. Və orada bildim ki, Firəngiz xanım çox böyük, gözəl istedadı var və mahnılar başlayıb yazmağa. Mən Firəngiz xanımı təkcə mahnı yaradıcılığı ilə tanıyırdım. Mən bilmirdim ki, o iri həcmlər əsərlər yazıb və başqa onun kamera instrumental yaradıcılığı da var.
Ardıcı bəstəkarın daha bir neçə musiqisi yaranır və o parçalara söz axtaran gənc müəllif Bəxtiyar Vahabzadənin, Rəfiq Zəkanın şeirlərinə üz tutur. Amma elə o dövrdə, yəni məktəbin son siniflərində gənc musiqiçi bir mahnı da yazır. Minor ruhlu, özü də çox lirik və həzin. Amma belə kədərli notlara uyğun mətn tapmaq asan deyildi. Və nəhayət günlərin birində bəstəkar o şeiri tapır. Bu Fikrət Qocanın 5 il əvvəl Moskvada yazdığı Gecə yaman uzundur misralı həmin o şeiri idi. Məktəbli xanım bu şeirin ovqatını qəmgin ruhlu Şüştər muğamının intonasiyalarında tapdığı həmin musiqiyə çox yaxın hiss edir və mətni musiqi qəlibinə uyğunlaşdırır. Amma mahnının nə vaxt, necə və kim tərəfindən oxunacağını heç təxmin belə etmir və əslində o parçaya çox gözəl bir taley yazılmışdı. Mahnı məhz o zaman istedadlı pianoçu Gülarə Əliyevanın yenicə yaratdığı Dan Ulduzu ansamblına gəlib çıxır. O andan etibarən də mahnının qarşısında yaşıl işıq yanır. Professional bəstəkardır. Özdəki həddindən artıq özünə qarşı tələbkardır. Bir onun mahnılarına fikir verin. Bir dənə onun mahnılarının içərisində ötəri mahnı yoxdur. Simfonik poeması var, skripka üçün konserti var. Yəni bunlar çox önəmli əsərlərdir, qeyd olunmalıdır. Bundan başqa onun vokal yaradıcılığı da biz bilirik ki, keçən əsrdən bu yana daim ifa olunur. Müəyyən dövrlərdə onun tanınmış ifaçıları olub. Elə Gecə yaman uzundur mahnısı da bunlardan biridir. Beləliklə 1968-ci ildə mahnı Gülarə Əliyevanın yaratdığı Dan Ulduzu instrumental ansamblına təqdim olunur və mahnının gözəlliyini, zərifliyini də Gülarə Əliyeva kimi çox zövqlü və peşəkar bir musiqiçi təbii ki, dərhal duymuşdu və ona görə də o bu mahnının bütün daxili potensialını milli və Avropa alətlərinin birgə ahəngindən yaranan super maraqlı, gözəl bir tərtibatda yaratdı. Yeri gəlmişkən mahnının ifaçısını da elə Gülarə Əliyeva özü seçmişdi. 60-cı illərin sonlarından etibarən kollektivdə çalışan güclü və gənc ifaçılardan biri Flora Kərimova mahnının ifaçısı oldu. Və beləliklə mahnı 1969-cu ildə yazıldı və məhz həmin gündən etibarən milli efirlərimizdə Gecə yaman uzundur adlı gözəl bir nəğmənin səyahəti başladı. Bir də efirdən başladım, görmüşəm. Çox az mahnılarım var ki, mən onların efirə gəlib çıxınca prosesdə iştirak edirəm. Bu mahnının yazılışı ilə bağlı tarixdə maraqlı bir fakt var. 1968-ci ildə Fioletov səs yazmalar studiyasında Dan Ulduzu kollektivi Gülarə Əliyeva, Flora Kərimova və bəstəkar mahnı lentə alınarkən bərabər iştirak edirdilər. Amma həmin gün studiyada daha bir nəfər də vardı. Bu, məşhur cərrah İbrahim Topçubaşov idi. Topçubaşov mahnının bəstəkarını o axşam ilk dəfə idi ki, görürdü. Və ən maraqlısı da odur ki, yazı bitəndən sonra Topçubaşov 20 yaşlı Firəngiz Babayevaya qəribə bir sual verir. Siz bu mahnının mənasını bilirsiniz? Bu sualdan bəstəkar duruxur, söz tapa bilmir. Ardıca Topçubaşov davam edir. Bu mahnının ağırlığını, mənasını vaxt gələr ki, bilərsiz deyir. Gənc müəllif üçün dövrün bu cür hörmətli və böyük ziyalısından belə qiymət almaq çox qürurluyum. Əslində bu nəğmə milli efirlərimizdə öz pərəstişkarlarını qazanarkən, onun müəllifləri heç tanış belə deyildilər. Bəstəkar öz şair həmkarı ilə düz 15 il sonra 1983-cü ilin yanvarında tanış olacaqdı. Fikrət Qoca bu təvazökar və istedadlı xanım haqqında Azərbaycan Qadını jurnalında məqalə yazmaq üçün bəstəkarla görüşəcəkdi və bu onların ilk görüşü olacaqdı. O vaxta kimi isə bu bəstəkar Fikrət Qocanın sözlərinə daha neçə mahnı yazacaqdı. Könlüm, göylər mavi nəğmədir, gül açıb, gəl səhərim, ürəklə oynamazlar. Bütün bunlar çox sonra olacaqdı. Hələlik isə Gecə yaman uzundur nəğməsinin ürəkləri fəth edən dövrü idi. Həmin nəğmənin gözəlliyini isə birinci elə mahnının söz müəllifi duymuş və bu musiqi həllinə heyrətlənmişdir. Çox sonralar Fikrət Qoca öz xatirələrində söyləyirdi ki, mahnını ilk dəfə eşidəndə onun musiqisinin uzaq 63-cü ildə şeiri yazarkən ürəyimdə səslənən musiqi ilə eyni olduğuna heyrət etdim. Çünki həmin misraları qələmə alanda mən məhz bu musiqini eşidirdim. Müəttəl qaldım özüm ki, nə qədər bu musiqi mənə tanışdı. Xeyli sonra yadıma düşdü ki, axı mən bunu yazanda mızıldanmışdım. Belə qəribədir. Gözümün ışığına her kiprik bir yük olur. Gece yaman uzundur.
Bir gün o mənə təklif elədi, dedi Yalçın müəllim, bir mahnı yazmışam Fikrət Qocanın sözlərinə. Adı da Gecə yaman uzundur. Sizin səsinizə düşəcək, sizin tembrunuzun səsin tembrinə düşəcək. Bir qulaq asarsınız. Və Telman Hacıyev də yanımızdaydı. Çaldılar, Firəngiz xanım oxudu, gördüm. Nə qədər böyük, mən həmişə çox diqqətlə fikir verirəm. Musiqi o səsə uyğun o mahnı olmalıdır. Yəni ki, burada bəzən bir ömürdən də bir gecə böyük olur. Sözün fəlsəfəsinə baxın. 1971-ci ildə Dan Ulduzu instrumental ansamblının mahnıya ikinci qayıdışı baş tutur. Bu dəfə mahnı kişi ifasında səslənir və həmin versiya üçün Gülarə Əliyeva mahnının partiturasını daha da təkmilləşdirərək fleytaların, simli nəfəsli alətlərin partiyasını yenidən işləyir və Avropa alətlərinin müşayiətinə maraqlı keçidlər əlavə edir. Çox səliqəli, akustik, kamera üslublu müşayiət mahnının tamam yeni aurasını yaradır. Mahnını ansamblın ən məşhur solistlərindən olan Yalçın Rızazadə oxuyurdu. Bu versiya tək müşayiəti, tempi ilə deyil, həm də ifa manyerası ilə seçildi və dərhal parladı. Sözsüz ki, bu versiyanın da böyük fanat ordusu vardı. Yeri gəlmişkən, həmin versiya 1973-cü ildə Yalçın Rızazadənin Dan Ulduzu ilə yazdırdığı ən məşhur nəğmələrin yer aldığı plastinkaya da daxil oldu. Bəzən bir ömürdən də bir gecə böyük olur. Gecə yaman uzundur, gecə yaman uzundur. Məndə bir xəsiyyət vardı. Hansı bəstəkar yazırsa yazsın, əgər mən bilsəydim ki, bir sənətkar kimi, bir müğənni kimi, ifaçı kimi bu mahnı məndə yüksək dərəcədə alınmayacaq, ona mən uzun ömür verə bilməyəcəmsə, mən onu götürmürdüm, oxumurdum. Ah, sən hardan bilirsən, gecə yaman uzundur. Bu mahnının tarixindəki ən qüdrətli ifalardan biri də Şövkət Ələkbərovanın adına bağlıdır. İfaçı mahnını 1980-ci ildə Əsən Dadaşovun təməlini qoyduğu xalq çalğı alətləri ansamblının müşayiətində yazdırır o zaman. Sözsüz ki, Şövkət Ələkbərov bu mahnını oxuyurdu. Bir neçə il öncə onun canlı konsertlərində bu nəğmə eşidilirdi. Lakin onun nəfəsi və statusu bu yazıya növbəti dəfə bir status gətirir. Mahnının özünə də bir sambal qazandırır. Və çox da maraqlıdır ki, Dan Ulduzunun o akustik Avropa sayağı müşayiətindən sonra mahnı ilk dəfə xalq çalğı alətləri ansamblının müşayiətində səslənir. Yeri gəlmişkən Şövkət Ələkbərovanın bu ifası 1982-ci ildə Melodiya şirkətinin çap elədiyi Şövkət Ələkbərova mahnılarından ibarət plaka daxil olur və postsovet məkanında yayılır. Və tək postsovet məkanında deyil, hətta sərhədləri aşaraq xaricə də keçir. Belə olmasaydı, o dövrdə bu mahnının səsi və sorağı Türkiyədən gəlməzdi. Bütün mahnılar canlı ifa olmalıdır. İstər radioda, istər televiziyada. Ona görə bu mahnı bizim üçün o öz səs yazma studiyasına gələndə artıq bizə bəlli idi. Və gələndə heç bir çətinliyimiz olmadı. Şövkət xanım hələ bir dəfə oxudu. Sonra dedi, biraz özümü yaxşı istəyirəm, bəlkə təzədən yazayım. Sonra Adil dedi, yox, gül kimi oxumusan, gül kimi çalıblar. O xarakteri bəlkə ikinci dəfə belə verilməzsən, bundan yaxşı verərsən. Amma bu orijinaldır, qalsa yaxşıdır. O qaldı. Yeri gəlmişkən bu mahnını Şövkət xanım Filarmoniyada canlı konsertdə Nəriman Əzimovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin müşayiətində də ifa edib və həmin yazı tarixdə qalır. İndi sizə mahnının tarixindəki ən unikal yazılardan biri haqqında danışmaq istəyirəm. Azərbaycan mahnı irsinin ən gözəl nümunələri plaklarda tirajlandıqca,
Bu vallar tək Sovet respublikalarında deyil, həm də dilimizi anlayan və anlamayan əcnəbi ölkələrdə də yayılmağa başladı. Xüsusilə Şərq ölkələri ilə mədəni mübadilələr, onların məşhur ifaçılarının bizə, bizim ulduzların isə o diyarlara səfərləri musiqimizin sərhədləri aşmasına imkan yaratdı. Mahnılarımız Avropa izləyicilərinə, xüsusilə də Şərq xalqlarına, ərəb, fars, türk dinləyicilərinə çatırdı. Onları valeh edirdi. Onların mahnılarını bizim sənətkarlar, bizim mahnıları isə onların məşhurları oxuyurdu. Əslində bu yalnız musiqiçilər arasında gedən yaxınlıq, mehribanlıq deyildi. Türk dilli xalqların da yaxınlaşması idi. Hələ dəmir pərdələrin mövcud olduğu dövrlərdə Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rəşid Behbudov, Elmira Rəhimova, Yalçın Rızazadə və digər müğənnilərimizin plakları türk sənətkarlarının əlinə, mahnıları isə onların repertuarına düşürdü. Şübhəsiz ki, Firəngiz Babayevanın da Gecə Yaman Uzundur nəğməsi məhz 1973-cü ildə Yalçın Rızazadənin ifası daxil olan valı ilə Türkiyəyə gedib çıxıbmış. Bunu təsdiqləyən əsas səbəbi isə 1980-ci ildə həmin nəğmənin məşhur türk sənətçisi Nəşə Qaraböcəyi repertuarına düşməsi faktıdır. Belə ki, Nəşə Qaraböcəyin 1980-ci ildə işıq üzü görən 7 rəng adlı albomuna Sən gəlməz olduğun, Qəbahətin böyükdür, Dalğalar və sair əsərlərlə yanaşı Gecə Yaman Uzundur nəğməsi də daxil olur. Mahnının mətninə bəzi dəyişikliklər edən ifaçı albomda müəlliflərin adını qeyd etməyərək öz adını mahnıları toplayan şəxs kimi təqdim edir. Ən maraqlısı isə odur ki, bu ifada Dan Ulduzunun Yalçın Rızazadə versiyasındakı tərtibatını eşidirik. Demək ki, Nəşə Qaraböcək cüzi dəyişikliklər və udun səsini əlavə etməklə Gülarə Əliyevanın aranjmanını təkrarlamışdı. Beləcə, Firəngiz Babayevanın o məşhur mahnısı uzaq 80-ci illərdə vətəndən uzaqlarda səslənir və türk dinləyicilərini Azərbaycan musiqisi ilə tanış edirdi. Bazen bir ömürde bir gece büyük olur. Gece yaman uzundur, gece yaman uzundur. Ah sen aşkı tanırsan, gece yaman uzundur. Mənim bir neçə mahnıma müraciət eləmişdi o vaxtlar Şirin Dil və sair Emin Sabitoğlu'nun və bu mahnı oxundu. Təkrar edirdi həmi musiqini, həmi orkestri, həmi ifada da çalışırdı. Bizim milli o halları necə ki mən oxumuşdum onu vura bilsin. 80-ci illərin ən maraqlı yazılarından daha biri haqqında danışmaq istərdik. Həmin versiyanın müəllifi mahnıya eyni dövrdə 2 dəfə qayıdan Məmməd Bağır Bağırzadədir. 1983-cü ildə ifaçı mahnını Dan Ulduzu ansamblı ilə, 85-ci ildə isə özünün yaratdığı Dilkəş Xalq Çalğı Alətləri ansamblı ilə ifa edir. Bu mahnını Əlbaba müəllimin təkidi ilə atam oxumuşdu. İlk dəfə atam evə gəlib sevinə-sevinə ki, mən bu günləri həyatımın ən gözəl anlarını yaşadım ki, Dan Ulduzu instrumental ansamblı ilə Gecə Yaman Uzundur oxudum və oxuyub bitirdikdən sonra Şövkət Ələkbərova gəldi mənim oxuduğuma qulaq asdı və çox bəyəndi. O illərdə atama onun oxuduğu vaxtda irad tutmuşdu Bədii Şura ki, orada sən sözü türkçə formasında deyirsən, xəyallar şirin-şirin, xəyallar acı-acı. Xəyallar şirin-şirin, xəyallar acı-acı. Gecə yaman uzundur, indi yəqin yuxuda xumar-xumar gülürsən. Qəribədir ki, həmin versiyanda, yəni Məmməd Bağır Bağırzadənin ifa manyerasında artıq mahnının Türkiyədən əsən rüzgarını, daha dəqiq Nəşə Qaraböcəyin təsirini hiss edirik. Ən maraqlısı isə odur ki, Məmməd Bağır Bağırzadə Dan Ulduzunun müşayiətinə kiçik əlavələr edərək akordeon və elektro-gitarın səsini daxil etmişdi. Və məhz həmin faktla bağlı tarixdə çox maraqlı və məzəli əhvalat da var. Deyilənlərə görə bu eksperimentlərdən sonra Gülarə Əliyeva ifaçıdan bir balaca inciyibmiş. Atam deyir, cürət elədim Gülarə xanıma, dedim ki, Gülarə xanım, nə olar, mənə bir dənə görüm ki, məndən incidiyin nədir? Dedi ki, sən mənim ansamblımda gitar ilə akordeon ifası var. Xahiş edirəm səndən, onu eləmə. İllər keçib üstündən Gülarə xanımın ad günündə evdə necə olursa həmən bu səs yazılarını qoyurlar maqnitofonla qulaq asmağa. Gülarə xanım deyir ki, Məmməd Bağır, nə yaxşı amma gətirib gəlmişsən, şimdi şirin çıxır. Gecə yaman uzundur,
yaman uzundur, gece yaman uzundur. Mahnının 80-90-cı illərə düşən yazıları sırasında Rövşən Behçət, Bəsti Bəkirova, instrumental ifalar sırasında isə gitar ifaçıları Rəmiş, Bəhram Nəsibov da var. Mahnının bizim əsrə düşən versiyalarının əksəriyyəti gənclər tərəfindən yazıldı. Əsasən mahnı müsabiqələrində eşidildi, özü də klassik müşayiətdə və yaxud klassik ifada. Müğənnilər onu ya müasir danuduzu ilə, yaxud xalq çalğı alətlərinin müşayiətində ifa etdilər. Əsasən mahnı orijinal qəlbindən çıxmadı. Mahnını gənc ifaçılar Kamilə Nəbiyeva, Vüsalə Əsgərova, Mir Kamil Kamilov və başqa. Dadaşovanın versiyasında mahnının əvvəlini, deməli, gitaranın flamenko ritmləri üzərində solo ifası müşayiət edir və ümumiyyətlə bu versiya şərq, arabesk, pop üslubunun bütün ənənələrini üzə çıxardır. O ifa əslində Brilliant Dadaşova pərəstişkarları üçün bir sürpriz oldu. Musiqi ictimaiyyətində də bu ifa ilə bağlı fikirlər xaçalandı, amma ən əsas odur ki, Brilliant Dadaşova bu mahnını yenidən gündəmə qaytara bildi, yada saldı, ona gənclər də qulaq asmağa başladılar və bu əsərə bir proyekt kimi yanaşdı, hətta Türkiyədə çox cəsarətli bir klip də çəkdirdi. Onun gecəsi gündüzünə qarışır. Bax, bunu tək başına oynamaq lazımdır. Tərəf müqabili istəsəm, mən dedim, yox, mən tərəf müqabili istəmirəm və biz bax, belə bunu canlandırdıq. Sən hardan biləsən, gecə yaman uzun. Daha bir uğurlu Azərbaycan nəğməsinin retrospektivinə nəzər saldıq. O nəğmənin parlaq keçmişini, qüdrətli ifaçılarını və bir-birinə bənzəməyən mükəmməl versiyalarını yad elədik. Bu mahnının gələcəyi ilə bağlı çox ümidliyik, çünki yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq o nəğməni bugünkü insanlar hər ədə çox böyük məhəbbətlə izləyir, dinləyir